Bərdə şəhəri Gəncə küçəsi, indiki adı ilə Şəhid Rəcəb Qurbanov küçəsi uzun müddətdir ki, baxımsızlıq və biganəliyin qurbanına çevrilib. Xüsusilə bu küçə ilə yerləşən Şəhid Milli Qəhrəman Səfyar Behbudov adına 6 saylı tam orta məktəbə aparan yolun vəziyyəti acınacaqlıdır. Çala-çuxurla dolu, yağışlı havalarda palçıq dənizini xatırladan bu yol nə piyadalar, nə də nəqliyyat vasitələri üçün yararlıdır. Hər gün onlarla şagird, müəllim və valideyn bu yoldan istifadə etməyə məcbur qalır. Məktəbə gedən uşaqlar palçıq içində təhlükəli şəraitdə hərəkət edir. Avtomobillər sıradan çıxır, sakinlər isə illərdir eyni problemlə üz-üzə qalır. Bəs Şəhid adını daşıyan bir küçə və Milli Qəhrəman adını daşıyan məktəbə aparan yol niyə bu gündədir? Bu vəziyyət nə Bərdə şəhərinə yaraşır, nə də Şəhid adını daşıyan bir küçəyə və məktəbə. Aidiyyəti qurumlar bu mənzərəni görmürmü? Yoxsa görüb susmağımı seçirlər? Şəhidin adını daşıyan küçəyə bu cür münasibət göstərilirsə, başqa küçələrdən nə gözləmək olar? Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.